Salamlayıram hər kəsi. Bu videonu çəkməkdə məqsədim əslində son aylarda daha da aktivləşmiş bəzi fikirlər var. Mən 9 il 10 il əvvəl Azərbaycana gələndə bu məsələ biraz gündəmdə idi. Biz bunun təbliğatını apararaq sanki bu məsələlərin azaldığını düşünürdük, amma son aylarda, son həftələrdə xüsusilə oğlan uşaqlarının cinsi inkişafı ilə əlaqədar, cinsiyyət üzvü ilə əlaqədar və buna yanlış müdaxilələrlə əlaqədar ciddi fikirlər, yayılmış videolar, reklam çarxları və s. görməyə başladım və sanki bu məsələyə yenidən qayıtmaq lazımdır, yenidən bu haqda danışmalıyıq kimi bir fikir doğdu məndə. Nədən gedir söhbət? Söhbət oğlan uşaqlarının cinsiyyət üzvünün kiçik olduğu və inkişafının geri qaldığı iddiası ilə bu uşaqlara verilən lazımsız hormonal müalicələr və aparılan lazımsız əməliyyatlardan gedir söhbət. Əlbəttə, oğlan uşaqlarında cinsiyyət üzvünün kiçikliyi varsa, bu uroloqun və ya cərrahın birincili müdaxilə edəcəyi sahə deyil. Nə üçün? Əgər bunda həqiqətən bir kiçik cinsiyyət üzvündən söhbət gedirsə, bunun altında çox ciddi hormonal, çox ciddi genetik faktorlar, çox ciddi xronik xəstəliklər dayana bildiyi üçün birinci bunun səbəbini araşdırmaq lazımdır. Yəni böyük uroloqlar və androloqları bu sahəyə biraz müdaxilə edirlər, bu yol verilməzdir. Çünki dediyim kimi, bəzi məsələlər var ki, burada çatışmazlıq varsa biz o çatışmazlığı düzəldirik, yerinə qoyuruq. Məsələn, bədəndə dəmir çatışmazlığı var, əlbəttə bunun araşdırmasını apararaq bu çatışmazlığı yerinə qoyuruq. D vitamini çatışmazlığı var, bu çatışmazlığı yerinə qoyuruq. Amma bəzi çatışmazlıqlar var ki, bunları sadəcə kör-körana düzəltmək düzgün deyil. Yəni, cinsiyyət üzvü kiçikdir deyə düşünürüksə, bunun bir səbəbini tapmalıyıq. Bəlkə bunun genetikasında bir problem var, bəlkə bunun daxili orqanlarında problem var, bəlkə bunun hormonal gedişatında bir problem var. Ona görə bunların da çox ciddi patologiyalar, xroniki izlənməsi lazım olan vəziyyətlərdir və biz bunu adətən bir komanda olaraq izləyirik. Bəzən bunun gedişatına bir komanda ilə qərar verməli oluruq ki, hansı komandadan söhbət gedir? Uşaq endokrinoloqları, genetik həkimlər, uşaq cərrahları ilə birlikdə biz bir komissiya şəklində bu cinsiyyət üzvünün bundan sonraki müqəddəratı haqqında qərar veririk. Ona görə oğlan uşaqlarında kiçik cinsiyyət üzvü varsa bu mütləq səbəbi araşdırılmalıdır. Amma burada daha çox problem yaşayan, yəni kiçik cinsiyyət üzvü ilə yanaşı qarışıq cinsiyyət üzvü varsa bu əlbəttə bir şəkildə bizə dönüb gəlir. Amma buradakı əsas problem oğlan uşaqlarında əslində cinsi inkişaf problemi olmadığı halda, əslində kiçik cinsiyyət üzvü olmadığı halda sadəcə artıq çəki ilə əlaqədar cinsiyyət üzvünün ölçüsünün biraz balaca görünməsi bunları lazımsız müalicələrə aparır. Yəni necə bir şey olur? 7 yaşında bir oğlan uşağıdır, artıq çəkisi var. Artıq çəki ilə əlaqədar cinsiyyət bölgəsi, necə ki qarnında da piy var uşağın, sinəsində də piy var, yanağında da piy var. Eyni zamanda cinsiyyət üzvünün ətrafında da piy olduğu üçün onun ətrafını qapadaraq bu cinsiyyət üzvünü kiçik göstərir. Batıq penis deyirlər buna, amma yalancı batıq penis. Bunu ayırmaq lazımdır. Yəni, bu cinsiyyət üzvü əslində içəri batmayıb, o yerindədir. Sadəcə onun ətrafı piy toxuması ilə dolduğu üçün o kiçik görünür və hətta bəzən bir nöqtə kimi görünür. Bu qədər də o piylənmə orada arta bilir. Bunun həll yolunu bəzi həkimlərimiz nə edirlər? Aha, bu uşağı gecikdirmisiniz, bu uşağın vəziləri də, yəni xayaları da kiçik qalıb, cinsiyyət üzvü də kiçik qalıb, gəl bunun hormonlarına baxaq. Hormon analizi baxanda da valideynlər məlumatlı olsunlar deyə FSH, LH, testosteron analizlərinə baxılır və bunları da aşağı səviyyədə görürlər analizdə. Çünki bu uşağın hələ 7 yaşı var axı, hələ bunun cinsi inkişafı başlamayıb. Bunun cinsi inkişafı ən erkən başlayacaq 9 yaşında, ən erkən. Hətta 14 yaşına qədər də başlamaya bilər. Yəni 14 yaşa qədər də, 13 yaş yarıma qədər də biz bunun cinsiyyət hormonlarını belə aşağı səviyyədə görə bilirik. Onsuz da bunlar yüksəlməyə başlayanda cinsi inkişaf gedir. Və 7 yaşında uşağın FSH, LH, testosteron aşağıdır deyə bu inkişafı sürətləndirmək üçün sanki biz bunu düzəldirik deyə hormon müalicələri başlanılır. Bu hormon müalicələri qısa müddətli və uyğun olmayan dozalarda verilir və bunu verəndən sonra təbii olaraq kənardan bir hormon verildiyi üçün uşağın cinsiyyət hormonları biraz artmağa başlayır, erkən cinsi inkişaf baş verir və cinsiyyət üzvündə də biraz böyümə görürlər.
Bunu görəndən sonra da baxın mən düzəltdim. Bu uşaq xəstə idi, cinsi inkişafı lap geri qalmışdı. Bu uşaq bədbəxt olacaqdı. Mən bu dərmanı verdim, bu düzəldi. İndi gedə bilərsiniz deyirlər. Bunun heç bir elmi əsası yoxdur, yanlış bir müdaxilədir. Burada dayansa nə isə. Amma davam eləyərək bunu əməliyyata qədər də apara bilirlər. Əməliyyat edərək kosmetik olaraq cinsiyyət üzvünü biraz oradan bayıra çıxartmaq, ətrafdakı pi toxumasını götürməklə, hə bu cinsiyyət üzvü yoxdur, mən bunu üzə çıxartdım. Fikri ortaya çıxardırlar və valideynlər də gördüyünə inanır deyə oradakı valideynin dərdi sadəcə gözümə görünsün bunun ölçüsü bəsdir olduğu üçün yəni əlacısız qalaraq bu yola getmiş olurlar və bu da lazımsız bir əməliyyat, lazımsız prosedura, lazımsız bir hormonal müalicə və fəsadları ola bilən hormonal müalicə. Yəni ən azından ən az bunun fəsadı, ən kiçik fəsadı cinsi inkişafın erkən başladıb, erkən aparıb gələcək boyunu qısa saxlamada ehtimalı var. Bundan başqa bəzi həmkarlarımız yenə sosial mediadan çağırış edərək oğlan uşaqlarında belə batıq penis varsa, xəyalları kiçikdirsə, bunlarda göbələk xəstəliyi var, göbələyin biz müalicə edirik, bu düzəlir. Autizmli xəstədə uşaqların hormon analizlərinə baxaraq onların testosteronu aşağıdır deyə, hətta qız uşaqlarına da testosteronu aşağıdır deyə testosteron kremlərinin və ya kişi hormonu tərkibli dərman maddələrinin verilməsi, bunlar hamısı elmdən uzaq, yanlış müalicələrdir və ciddi zərərləri, yan təsiri olan müalicələrdir. Ona görə xüsusilə oğlan uşaqlarında biz birinci problemi görməliyik. Problem nədən ibarətdir? Problem artıq çəkidən ibarətdir. Ailələr gəlirlər, bu uşağın cinsi inkişaf, cinsiyyət üzvü balacadır deyə. Soruşan başqa nə şikayətiniz var? Başqa şikayətlər də, yəni hamısını sayırlar, piylənmədən başqa demirlər. Deyirəm, bəs piylənməsi? Hə, o heç də. O heç də yox. Əsas problem o piylənmədir. Yəni biz burada ətrafda yığılmış pi toxumasını geri çəkməliyik. Yəni uşaq arıqlamalıdır ki, bu cinsiyyət üzvü də önə çıxıb görünə bilsin. Yoxsa bunun həll yolu hormonal müalicələr deyil, əməliyyatlar deyil. Biz bunu 2 aya düzəldirik, biz bunu 3 aya hormon veririk, düzəlir iddiaları yanlış iddialardır. Xahiş edirəm bunlara etibar etməyin.